Bakı Slavyan Universitetində inklüziv təhsildən inklüziv cəmiyyətə bərabər imkanlar və dayanıqlı inkişaf adlı 3-cü beynəlxalq elmi praktik konferansın açılışı baş tutub. Konferansda əsas məqsəd ali təhsil müəssisəsində kadr hazırlığı prosesində inklüziv təhsilin tələblərinin nəzərə alınması və bu istiqamətdə müxtəlif ali təhsil müəssisələri ilə birlikdə elmi müzakirələrin aparılması, həmçinin əldə edilən nəticələrin tədris prosesinə tətbiq edib. Tədbirdə Polşanın, İtaliyanın, Finlandiyanın dəvət olmuş tanınmış alim və mütəxəssisləri, BSU-nun professor, müəllim heyəti və digər qonaqlar iştirak ediblər. Qeyd edək ki, inklüziv təhsildən inklüziv cəmiyyətə bərabər imkanlar və dayanıqlı inkişaf beynəlxalq elmi praktiki konferans artıq 3-cü dəfədir ki, yüksək səviyyədə, mən bunu xüsusilə əlavə edeyim, təşkil olunur. Proses zamanı Elm və Təhsil Nazirliyi, yəni bütün layihəmiz müddətincə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə müxtəlif regional təhsil idarələrində, o cümlədən Naxçıvanda müəllimlərin iştirakı ilə müxtəlif sorğular keçirilmiş, ehtiyacların öyrənilmək və bilik və bacarıqlar kontekstində ehtiyacların müəyyən olunması məsələləri aparılmışdır və eyni zamanda da yerlərdə olan həmkarlarımızla birlikdə bu ehtiyacların ödənilməsi ilə bağlı təlimlərin keçirilməsi də gələcəkdə müəllimlər üçün nəzərdə tutulur.